Salam, hörmətli izləyicilər. Haqqında söhbət açacağımız məsələ Naxçıvan şəhərindən 67 kilometr məsafədə yerləşən Ucqar Dağ kəndi olan Culfa rayonunun Boyahmer kəndidir. Boyahmer kəndində bir bina inşa edildi 2013-cü ildə. Bu binada deməli klub, kitabxana, tibb məntəqəsi və ərzaq mağazası yerləşdirildi. Deməli, bu bina icranın binası. Adım verdilər ki, deməli, bütün məsələlərin icrası bu binada həll olur. Burada Akçalı, həkim məntəqəsi, deməli, kitabxana, klub yerləşir və bir dənə qəbul otağı var ki, orada rayondan nümayəndələrimiz gələndə orada vətəndaşları qəbul edir. Sanitar qovşağı tikilibdir. Deməli, videoda gördüyünüz kimi sanitar qovşağı tikilib, lakin burada sanitar qovşağından istifadə edilə bilmir. Çünki kanalizasiya xətti yoxdur. Bax, 12 ildir ki, bu insanlar burada əziyyət çəkirlər. Orada deməli 7 qadın fəaliyyət göstərir. Məntəqənin baş həkimi, bir mesestra, 5 nəfər də xadimə qadındır. Deməli, bu qadınların hamısı kəndin uzaq məsafəsindən gəlir işə. 1 kilometr məsafədə, 2 kilometr məsafədən gələn var. Bax, bunlar bu sanitar qovşağından istifadə edə bilmədikləri üçün bir də qayıdıb, yəni öz evlərinə gedirlər, bir də o yolu qayıdırlar. Saat 1-ə qədər, məsələn, burada bu problemləri yaşayırlar. Problem sanitar qovşağının olmamasıdır. Problem sanitar qovşağının olmamasıdır. Burada məntəqədə qəbul olunan xəstələrə sanitar qovşağının olması vacibdir və eyni zamanda burada işləyən o şəxslərin sanitar qovşağına ehtiyacı vardır. Bu problemin həll olunmasını xahiş edirik. Deməli, biz onlardan o şikayəti qəbul etmişik və sizə müraciətimiz budur ki, bizə köməklik göstərəsiniz. Və bir də bura əsgər yoludur. Yəni, məntəqənin 5 metr məsafəsindən yol keçir. Oradan əsgərlər də gedir. Çünki biz ermənilərlə həm sərhəddə yaşayırıq. Və burada onlar da bura müraciət edirlər. Burada sanitar qovşağının olmaması problem yaradır. Bir də ki, orada məsələn, müraciət edirlər, məntəqəyə müraciət edirlər şəxslər burada su tapa bilmirlər. Həmin o 1 kilometr, 2 kilometr yolu o insanlar əllərində su gətirirlər, burada o xəstələrə köməklik göstərmək üçün. Su xəttinin bir də sanitar qovşağının qaydaya salınmasını xahiş edirik. Çox sağ olun, təşəkkür edirəm sizə.